Redaksiyamıza daxil olan məlumata görə, Cəlilabad şəhəri Prişib tibb məntəqəsinin uşaq şöbəsində çalışan həkim Əliyev Salihin azyaşlı uşaqları müayinə edərkən valideynlərdən pul tələb etdiyi iddia olunur. Bildirilir ki, müayinələrin ödənişsiz həyata keçirilməli olduğu halda, bəzi hallarda valideynlər qeyri-rəsmi ödəniş etməyə məcbur qalırlar. Məlum olduğu kimi, ölkə rəhbərliyi tərəfindən səhiyyə sahəsinin inkişafına xüsusi diqqət və qayğı göstərilir, tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır və maaşların vaxtında verilməsi hər bir zaman təmin olunur. Bu baxımdan, dövlətin göstərdiyi qayğı fonunda belə halların baş verməsi ciddi narahatlıq doğurur və səhiyyə sisteminin nüfuzuna xələl gətirir. Əgər səsləndirilən iddialar öz təsdiqini taparsa, bu həm tibbi etika prinsiplərinin, həm də qanunvericiliyin kobud şəkildə pozulması deməkdir. Xüsusilə uşaqların sağlamlığı üzərindən qeyri-rəsmi ödənişlərin tələb olunması cəmiyyət tərəfindən qəti şəkildə pislənməlidir. Ümid edirik ki, aidiyyatı qurumlar məsələni araşdıracaq, iddialara hüquqi qiymət veriləcək və belə halların qarşısının alınması üçün zəruri tədbirlər görüləcək. Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.